Salam əziz valideynlər, hər vaxtınız xeyirli olsun. Sinifdə marker lazımdır. Marker qutarıb, A4 kağızı qutarıb. Bir də kimya üçün cədvəl almalıyıq. O cədvəli bir dənə şey eləmək lazımdır. Divara asmağa cədvəl müəllimə tapşırıb cədvəl almalıyıq. Bir də ki müəllimənin də ad günü yaxınlaşır. Bir dənə heç olmasa bir Beşiktaş üzüyü var, mən görmüşəm. Instagramda gördüm, bəyəndim. Ondan alay. Bir de iki şey olacak. İclas da inşallah olar. Gələn illərə iclas gözlənilir. Ay dada başlandı yenə də. Müəllimən yenə də ad günü. Dədəm vay, dədə vay. Brasletin almışıq, 3 dəfə sep almışıq. Sırğasın, komplektin, bir də bir tək qaşı bir dəfə almışıq. İndi də Beşiktaş alırıq. Qıza mənim inansan qırım qızılım yoxdur, bijuteriya salıram. Hə? Bijuteriya müəlliməni qızıla bəsəmişəm onca. Bu A4 kağızı bize çatmadı. Kıza 100 varaqdır, 100 varaq A4 kağızı bir 3 gün getmir. Bu ne kadar KSG'ye, BSG'ye, VSG'ye gözden onu getiriyor. Emiyor. Bu uşaqlarımın içində cəhənnəm olanda bilir nəyə alır. Onu geçti. Markeri mən uşağın sumkasına koyuram. Marker. Ölmüşəm marker alamaydan. Deyir ana uşaq istədi. Sinif yoldaşıma verdim. Deyirəm o da eybiyor. İclas gələn illəri gözlədi. Heç bilmir mən gələn aya çıxacağam yoxsa yox. Onu bilmirəm. Gör nə deyirəm. Mənim əsas dərdim başqadır. Bu sinifin uşaqları, o gün mənim oğlum gəlir, Bahadır gəlir, deyir ana. Uşaqlar söyüş qoyublar dəstanşana. Gör, dünyanın harasıdır. Uşaq dərsin öyrənə. Söyüşə görə dərsin danışa bilməyib, deyir ana. Bir ədəb söyüş qoydular, səni qoydular ortaya dərs danışmadım. Gözüm ədəqəmdən çıxdı, harama düşdü bilmədim. Dedim, nə deyirsən Bahadır? Bahadır sen ne danışsa? Dedi ana mən söyüş qoydular, mən dərs üşüyüb təzə çıxıb söyüş qoyublar dərs danışana. Hara gedə şikayət eləyək, hara dərdimizi deyək. Dedi ay ana gedib desə uşaqlar mənə sinifdə biz baxarlar, xəbər düşün baxarlar, qalmışam avara. Bunu indi deyirəm o, mənim nervim hayanlarıma çıxır. Day bədən tir. Əsməcədəyəm. Mən bu dəfə ad günüzdə pul verməyəcəm. Düz direktorun yanına gəlirəm, dərdimi deyirəm. Deyirəm biz bu müəlliməni öldük şeyləmə. Bir dənə də torpaq alay, öləndə yaxşı yerdə bastırsınlar. Onu da eləyək. Birdəm də həyatda nəsə oldu. Onu da bir dənə götürək bir yerdən torpaq murpaq. Bəs nə deyirsən ad günü yenə də gəldi. Vay, indi mənim də afçarka ağzını açar gözün yumar da. Qızım sən nə danışsan? Bu söyüş məsələsi mənim də uşağım gəlib deyib. Var yox. Hə onu deməzlər. Hə onu da nə? Söyüş qoyublar uşaqlar dərs danışmır. Gör dünyanın harasındayıq biz. Gör dünyanın harasına gəlmişik. A4 kağızını pul verirəm. Üstəlik mən uşağa bir dənə də A4 özüm alıb göndərmişəm. Çatmır. Bunu məktəb üçün işlədirlər. Yoxsa sinif üçün onu da bilən yoxdur. İclası tezdən eləsinlər. Biz dərdimizi deyək də. Bu müəllimə üçün nə qədər hədiyyə alırlar. Qutarmadı ya. 7 ildir nələr almışıq, onu bir dənə Allah bilir ha. Anamı ye, yazıq anama indiyənə kimi çöp hədiyyə verməmişəm. Məni doğan qadına, müəlliməyə day nələr istəyirsən vermişəm, o yandırır məni, üstəlik mənim zatı pakım. Atam, anam, ölüm, dürüm, hamısı stroya gedir ha, stroydadırlar, bir söylürlər. Mən xeyirsiz evladam, bərəkət haqqı. Əli baba sinifin gülüdür də, gülü. Baba şaqqıldır, baba sənə qurban olaram. Allah səni kimi babadan bütün evlərə qismət eləsin. At kartı, pulu göndərək müəllimə ad günü ildə ayda bir dəfə olur da. Elə bizə tək başımıza bir dənə üzüyə alırıq. Ləqədən yığılacaq 30 manatdan 40 manatda pulu demədim məsə. Pulu atırıq. Bu söyüş məsələsi bilmirəm. Mənki xəbərçi deyil, gəlib heç bir şey xəbərləməz. İclas lazımsa hansı ildə deyirsiniz gələrəm. 25-ci ildə 26-da gələcək. Demək iclas 26-da gözlənilir. Heç də olmaz. Baba şaqqıl deyir. Baba ölür də. Heç də olmaz. Təbriklər. Hər vaxtın xeyirli olsun. Müəllimənin ad günüdür. Nə gözəl. Təbriklər müəlliməni də. Hər bir hədiyyəyə qoşularam, uşağımın adıdır, sinifdə qoymaram, adı yerə batsın. Bəs söyüşü hara qoyublar? Hə? Hara qoyublar söyüşü? Mənim uşağım görməyib o söyüşü. Qoyublarsa da bir qızların xəbəri yoxdur. Mənə əvəzinə hər şeyi xəbər elə, biz çimib gələk. Hara gedirik? Bax bu dəqiqə, turp yiyirəm. Sizdən danışa.
Axşama tırfı yeyirəm. Müəllimən ad günlə üzü yalıram Beştaş. Boyun boğazım boş içində. Teymaz noxomadı. Gene de marker, qabaq gene bir dənə şey idi, mail, döndü oldu marker. A4 kağızı, bezdi, məktəbi dolandırır elə bir. Müəllimənin ad günü heç də verməyəcəm. İstəyir nə eləyir eləsin. 7-ci il ağlım başıma gəldi ki, bu hədiyyə verməyimin uşağıma heç bir xeyri yoxdur, gez başa düşdüm. Söyüş məsələsini eşitmişəm. Daha nə söyüşlər qoyurlar. Gene bizimki qızdı, eybi yox, söyüş bizə girmir, təsir eləmir. Amma hədiyyə yoxdur. İclas hələ 2026'da görsənir, dədə vay. Məktəb 6 ay başlayandan sonra iclas görsənir. İclası qabağa çəksin, ad gününü soruya. Torpaq məsələsində mən razıyam. O şey nədir? Qıza söyüşü bir yere koymayıblar, söyüşü ortaya koyublar. Kim götürdü. Sən də ki bu eliniz 12 ay baş yumaydan əziyyət çəksən. Suyuz yoxdur, nəyiz yoxdur axı. Avara qalmışsınız sizdə. Sabah 6 dərsdir, yoxsa 5 dərs? Bir də sabah neçənci gün deyə dərsin yerində yazınızda tarixdən nə veriblər. Kəsəki oldu, yoxsa olacaq? Mən təzə gəlmişəm, təzə valideynim, hamınızı görməyimə də şadam. Müəllimə üçün üzü yalısınız, biz başqa məktəbdə oxuyanda gül veririk ancaq. Nə yaxşı siz üzü yalısınız, nə gözəl, müəllimə üçün də yaxşı olar. Nə olsa mən təzə valideynəm, adımı qeyd edin, Əsmər. Mən qrupa çox səs atmayı xoşlamıram, özüm bilirsiniz də kosmetoloqam deyə. İşlə bağlı vaxtım olmur. Bu müəllimənin ad günü məsələsini həqiqətən mən də süng eləyib. Baxmayaraq 7 ildir mən bu qrupdayam, amma mən birinci dəfə də səs atıram ki, axır fikrimi bildirirəm. Sonra deyirlər ki, ay qıraqdan baxanlar, qapıdan baxanlar, nədən baxanlar. İnanırsınız ki, işimiz var. Qapıdan baxmırıq, işimiz var. Fikrimizi biz də bölüşürük sizlə, eləyirik, amma işimiz var. Həqiqətən çox acınacaqlı vəziyyətdir, çox yəni bilmirəm bunu kimə deyək, necə deyək, bu axır bir yerlərə bildirilməlidir, çox acınacaqlı vəziyyət. Mənim oğlum qısqancı gəlimi qoymur, qrupda mənəm, nə lazım oldu bir şeydir alarıq. Kollektiv hər kim nəyə hə deyirsə mən də ona hə deyirəm, mənsə heç fərqi yoxdur. Avara qalmış ki, hər gün yeni bir ad gün çıxdı, A4 çıxdı, bu söyüş çıxdı, hər nə çıxdı, ortalıqda heç şey yoxdur. Yuxarı yerlərdə mənim adamım var ha. O yuxarı yerlərə müraciət elədim, qutardı getdi. Prosta eləmirəm də, uşağıma görə eləmirəm. Hə, heç saat. Hə, mənim qardaşım uşağı buradadır, mən də buradayam. Mən qrupa girmişəm, hə? Oy Allah, təzədir qrup. Bayramımız mübarək müəllimə. Müəllimlər bayramı, ad günü. Hə, heç saat. Hə, mənim adım Naibədir, qardaşımın uşağına görə mən qrupdayam. Hə, mənim də qardaşım qısqancdı, arvadı bəcərdi, nəyin qısqanır? Hə, heç saat.